Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əziz İlahi Xitablar Verilişinin izləyiciləri, sizləri hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Bugünkü mövzumuz Bəqərə surəsinin 172-ci ayəsi barəsindədir. İlk olaraq ayəni surəsində yer alan iman gətirənlərə xitab barəsində danışırdıq. Bəqərə surəsinin 104-cü ayəsində Allah Teala danışıq barəsində müsəlmanlara xitab etmişdir. Ötən ayədə Bəqərə surəsinin 153-cü ayəsində ibadət, bu ayədə isə qida barəsindədir. Əvvəldə dediyimiz kimi, əzizlər, ey iman gətirənlər ayəsinin arxasında bir göstəriş var, ilahi bir göstəriş var. Bu göstərişlər İslam ümmətini formalaşdıran, İslam mədəniyyətini formalaşdıran göstərişlərdir. Bu göstərişlər səbəb olmuşdur ki, müsəlmançılıq, İslam bir mədəniyyət olaraq, bir həyat tərzi olaraq təqdim olunsun. Heç şübhəsiz biz İslamı yaşamaq istəyiriksə, İslami yaşam tərzini yaşamaq istəyiriksə, bu xitabların bu gündə bizə, bizim halımıza şamil olduğunu, bizə ünvanladığını qəbul edib, bu deyilənləri həyatımızda tətbiq etməkdən keçir. Necə ki, Allah Rəsulunun dönəmində müsəlmanlar bu ayəyə əməl edərək bir İslam mədəniyyəti yaratmışdılar, bir İslami yaşam tərzi yaratmışdılar. Bugün də biz müsəlmanlar bu ayənin göstərişinə əməl edərək İslami yaşam tərzini yarada bilərik. Bu ayəni qısa olaraq tərcüməsi bundan ibarətdir ki, ey iman gətirənlər, kulu min təyyibatin, pak olanlardan yeyin. Nələrdən? Ma rəzəqnakum. Sizə verdiyimiz pak olanlardan yeyin. Vəşkuru lillah in kuntum iyyahu ta'budun. Əgər Allaha ibadət edirsinizsə, yalnız Allaha şükür edin. Bu nemətlərin qarşısında. Ümumən İslamda insan iki şeyə, yəni iki xüsusiyyətə sahib olan qidanı yeməlidir. Biri halal olmalıdır bu qida, yəni başqasının malı olmamalıdır, Allahın haram etdikləri olmamalıdır, İslam şəriətinin buyurduğu o prinsiplərə uyğun olmalıdır. Bir bu halal. İkincisi isə təyyib olmalıdır, xəbis olmamalıdır, nifrət doğuran olmamalıdır, pak olmalıdır. Baxın, bir çox qidalar halaldır, istifadə etməyə şəriət hər hansı bir məhdudiyyət qoymayıb. Amma bəziləri halal olsa da təyyib deyil, pak deyil. Yəni pak bir nəfər istifadə edə bilər onu. Amma eyni zamanda Allah Teala bundan da çəkinməyə insanlara dəvət edir. Bir çox qidalar var, bir çox heyvanlar şəriət nöqteyi nəzərindən halaldır. Amma insan fitrətən, təbiət etibarı ilə onlardan istifadə etməməlidir. Bu insanın yaradılış prinsipinə uyğun gəlmir. Bəzi qidalardan, bəzi ət məhsullarından və s. məhsullardan istifadə etmək. Ona görə Allah Teala burada demir, haram olanlardan uzaq durun, halalları yiyin. Bəlkə Allah deyir ki, təyyiblərdən yeyin, pak olanlardan yeyin. Yəni artıq halal anlayışdan biraz üstə, biraz daha önəmli məsələyə vurğulanır. Və olduqca maraqlıdır ki, bu ibarət, yəni pak qidalardan yemək bir çox ayələrdə vurğulanır. Məsəl üçün, Bəqərə surəsinin 168-ci ayəsində Allah Teala insanlara xitabən buyurur ki, Yə əyyuhənnəs, kulu mimma fil ərzi həlalən təyyibən və lə təttəbi'ül xutuvati şeytan innəhu ləkum əduvun mubin. Allah Teala ümumi insanlardan gözləntisi budur ki, halallardan yeyin. Yəni dediyim kimi halallardan yeyin və şeytanın izi ilə getməsinlər. Yəni Allahın halal buyurduqlarını yesin və şeytanın izi ilə getməsinlər. Eyni zamanda Allah Teala
öz rəsullarına, öz elçilərinə də xitabən buyurur ki, Yə əyyuhər rəsul, kulu min təyyibatin və əməlu salihən inni bima tə'məlunə alim. Ey göndərdiyim rəsullar, pak olanlardan yeyin və salih əməl edin. Demək, ümumi insanlara deyir ki, halallardan yeyin, şeytana tabi olmayın. Peyğəmbərlərə deyir ki, təyyiblərdən yeyin, paklardan yeyin və salih işlər görün. Müsəlmanlara, iman əhlinə isə Allah Teala buyurur ki, Kulu min təyyibatin vəşkuru lillah. Pak olanlardan yeyin və Allaha şükür edin. Ümumi insanlardan gözlənti şeytana tabi olmamaq, möminlərdən gözlənti Allaha şükür etmək və Allahın öz peyğəmbərlərindən gözlənti Allaha ibadət etmək və salih əməl etməkdir. Ayə hansı mesajı vurğulamaq istəyir iman əhlinə? İlk olaraq dediyimiz kimi, təyyib olan qidalardan yeməlidir. Bu bir. Bu qidanın qarşısında Allaha şükür etməlidir. Allaha şükür dedikdə nə nəzərdə tutulur? Yəni, Allahın verdiyi ruziləri ilahi təyinat yolunda sərf etməlidir. İlahi təyinat yolunda sərf etmək budur ki, Allah mənə dil veribsə, haqq yolunda bunu istifadə etməliyəm. Allah mənə güc veribsə, bunu haqq yolunda istifadə etməliyəm. Allah mənə filan məsələdə hünər veribsə, bunu doğru yolda istifadə etməliyəm. Allah mənə hər hansı bir istedad veribsə, hər hansı bir nemət veribsə, bunu doğru yolunda, doğru istiqamətdə sərf etməliyəm. Bir insanın şirin dili varsa, Allah Teala buyurur ki, bunun doğru yolu öz anva, atva, valideynə sərf etməkdir. Öz xanıma, öz ailəyə sərf etməkdir. Bu şirin dili başqa yerlərdə, başqa şəxslərə, məhrəm şəxslərə istifadə etmək üçün deyil. Allah Teala bu ayədə iman əhlinə xitab edərək buyurur ki, pak qidalardan yediyiniz kimi Allaha şükür edin. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Oh